Amma Allah deyir səndən hərəkət, məndən bərəkət. Alın yazısını pozmaq iqtidarında deyilik. Amma o bərəkətə çatmaq üçün insana verilən xüsusiyyət ya qoçaqlıq, ya tənbəllik. O tənbəllik də, o qoçaqlıq da sizə elə gəlmirmi ki, bu da bir xarakter, bayaq dediyimiz o genetik xüsusiyyətə bağlı olan bir nüansdır və yaxud da ki, cəmiyyətdə yaranan o şəraitin olmamasının bariz nümunəsidir? Yox, bir insan istəsə, mənə elə gəlir ki, öz üzərində çalışmalısan. Sən özünlə məşğul olma, elə deyinən ki, hə, mənim taleyim belə gətirdi, mənim bəxtim belə gətirdi. Mən indi o ölüm itimlə bağlı heç bir şey deyə bilmərəm. Amma Allah sənə bu əlləri veribsə və bu ayaqları veribsə, bu gözü veribsə, qulağın eşidirsə, ürəyin döyünürsə, sən deməli ayağa durub, ruhun varsa, yəni ki, sən yaranmışsan, bu ana bətnindən dünyaya gələndə artıq bunlar hamısı sənə verilib də, əl, ayaq verilib, indi yavaş-yavaş bir görsən, bir il keçir, sənə gəzmək öyrədirlər, indi sən özün də, özünə nəsə öyrətməlisən də. Sən elə sənə verilənlərlə kifayətlənməməlisən ki, bu əllərin varsa, sən durub nəyisə bir daşı daş üstə qoya bilərsən də. Mən hərdən, indi bu sosial şəbəkələrdə, YouTube-da girirsən, bir də görürsən, belə kiçik-kiçik o videolar paylaşırlar. Mən əlsiz, ayaqsız insanın nələrə qadir olduğunu görürəm. Və əl-ayaq üstündə olubam, eləcənə uzanıb, kiminsə ona nəsə yemək gətirəcəyini gözləyənləri də görürəm. Bax, bu baxımdan mən deyirəm ki, insanın içində özünə bir üsyankar, bir cəngavər olmalıdır içində. Daim hərəkət. Həyat nədir? Daim hərəkət. O deyir, işləmək, yenə də işləmək. Öz üzərində işləməlisən, öz taleyinin üzərində də işləməlisən. Sən işləməsən, bu həyatda işləyən nail olmayacaqsan və onu da gətirib taleyinə, alın yazına bağlayacaqsan, bu da düzgün olmayacaq.